Sizlərə bu günləri bütün avadanlıqları qalmaq şərti ilə tam dolu vəziyyətdə 3 mərtəbəli, 5 otaqlı, sənəd paket kupçalı, dəyərindən qat-qat ucuz bir qiymətə Xırdalan şəhərində Milyonerlər məhəlləsi adlanan gözəl bir məhəllədə ev təqdim eləyirəm. Məktəbin tam yaxınlığında yerləşir. Yəni uşağı yola sal, məktəbə getsin, evə gəlsin və yaxud da Astanovkaya, böyük ticarət mərkəzlərinə çox yaxın bir ərazi yerləşir. Videonun təqdimatında qiymət sonunda açıqlayacağam. Həyətinə avtomobil daxil olur. Birinci mərtəbədən mən başlamamışam, ikinci mərtəbədən başlamışam. Birinci mərtəbədə böyük bir istirahət guşəsi kimi böyük bir otağımız var. Hamısını bir-bir qeyd edəcəm. Biz indi hal-hazırda ikinci mərtəbənin təqdimatını edirik sizlərə. Baxın, gözəl, səliqəli bir böyük ölçüyə malik olan qonaq otağımız. Bütün pəncərələrin qarşısı isə tam açıqlıqdır. Evdən sadəcə əşyalardan elektronika çıxacaq. Televizor, xaladennik, paltar yuyan, mikrovolnovka və çörək bişirmə peçi. Qalan bütün əşyalar qalacaq. Gördüyünüz kimi evimiz, baxın, 7/24 kamera nəzarətindədir. Hətta evin işıqları sönsə belə kamera nəzarətimiz işlək vəziyyətdədir. Daxil olarkən bizi belə bir koridor qarşılayır. Koridorda böyük şkafımız, isitmə sistemimiz kombidir. İkinci mərtəbəyə çıxış pilləkəndir. Solda gözəl, möhtəşəm bir qonaq otağını təqdim eləmişəm. Pilləkənin alt hissəsi artıq veşlər yığmaq üçün depodur. Bura mətbəxdir. Burada ümumi sanuzelimizdir. 3 ədəd sanitar qovşağımız var və ara kəsməsi də monolit betondur. Yəni çox yüksək səviyyədə güclü bir tikintidir. Burada yerləşir böyük ölçüyə malik, səliqəli bir mətbəx hissəmiz. Amma kondisionerlər evdə hamısı qalacaq. Hər otaqda bir kondisioner. Xaladennik götürüləcək, tovkalar götürüləcək, televizorlar. Qalan bütün avadanlıqlar qalır. Bütün pəncərələrin qarşısı açıq. Mətbəxdə də kifayət qədər geniş. Qiyməti videonun sonunda açıqlayacağam və yaxud da R bölməsində yazacağam. Keçək ikinci mərtəbəyə çıxış eləyək. Gözlə. Baxın. İkinci mərtəbəyə çıxarkən pilləkəndir. İkinci mərtəbəyə çıxış pilləkəni belə bir gözəl görkəmə malik. Görürsünüz, baxın, ikinci mərtəbənin pilləkəni. Burada böyük belə bir boşluq bir aram var. Koridor sistemimizdir. Ümumilikdə 5 otaqdan ibarətdir. Dediyim kimi, evdən sadəcə şəxsi əşyalar, bir də qeyd etdiyim elektronikalar götürüləcək. Qalan bütün avadanlıqlar qalacaq. Evin ən gözəl üstünlüyün biri də odur ki, bütün otaqların pəncərəsi tam açıqdır. Evin də, torpağın da çıxarışı əldədir. Dəyərli izləyicilər, sonuna qədər bizi izləyin. Sizə indi düşüb aşağı qismində evin birinci mərtəbəsini və həyət qismini təqdim eləyəcəm. İkinci mərtəbənin sanuzeli. Gedək evin həyət hissəsinə qiymətini təqdim eləyim sizə. Baxın, bizim evimizin çöl görkəmidir. Çox gözəl, çox əla bir çöl görkəmimiz var. Birinci mərtəbəsi görürsünüz belədir. Cam balkonla bölüblər. İsti poldu döşəməmiz. Birinci mərtəbədə də sanuzelimiz var. Bütün şərait var da, evdə yəni üzr istəyirəm, yoxdur sözü yoxdur. Qiymət də, dəyərli izləyicilər, qiymətimiz sizə açıqlayım. Qiymətimiz 133.000 manat təşkil edir. Baxın, burada belə bir otaq var. İstirahət güşəsi işləyəkdə belə bir istirahət güşəmiz var. İstipolun kollektor sistemi orada quraşdırılıb. Birinci mərtəbə üçün addenli sanitar qovşağımız var. Və bundan da əlavə bir otağımız da var. Ümumilikdə 5 otaqdır ibarətdir. Çox təcili şəkildə satılır. Bütün avadanlıqları ilə bir yerdə. Burada da belə bir otağımızdır. Baxın. Normal genişlikdə, normal böyüklükdə bir otaqdır. 2 qat monolit betondur. Diqqətinizə görə. Vaxtınızı aydınca görə təşəkkürlər.